Qoç bürcü. Nə qədər diqqətli davransanız, bugün sizin üçün bir o qədər uğurlu olacaq. Başqaları ilə fikir ayrılıqlarından qaçmaq çətin olacaq, amma kifayət qədər nəzakətli olsanız, hər şey düzələcək. İşlərinizdə başqalarının köməyinə çox güvənməyin. Sizdən imtina etməyəcəklər, lakin onlardan dəqiq nə tələb olunduğunu izah etmək həmişəkindən daha çətin olacaq. Əksər qoçlar böyük layihələri öz üzərinə götürməməlidirlər. Həddindən artıq çox vəziyyət nəticəyə təsir edə bilər. Ancaq gələcəkdə baş verməmək üçün hər şeyi başa çatdırmaq, sənədləri qaydasına salmaq və əvvəlki səhvləri təhlil etmək yaxşı olar. Buğa bürcü. Xırda anlaşılmazlıqlardan narahat olmaq lazım deyil. Bugün onların böyük ehtimalı var, lakin onların heç bir nəzərə çarpan nəticələri ola bilməz. Emosional vəziyyətinizi izləmək sizin üçün faydalı olacaq. Bir çox buğa həssas və həssas olacaq, lakin həmişə özləri ünsiyyətdə nəzakətsizliyə necə icazə verdiklərini fərq etməyəcəklər. Sizin üçün vacib olan insanlarla münaqişələrdən qaçmaq çətin olacaq. Bu baş verərsə, hər şeyin öz-özünə həllini gözləməyin və barışıq üçün ilk addımı atın. Yeni bir işə girişənlər daha diqqətli olmalıdırlar. Məlumatların qəbulunda gecikmələr ola bilər ki, bu da işinizin nəticəsinə təsir edəcək. Axşam saatlarını sakit bir mühitdə, ailənizlə və ya təklikdə keçirmək daha yaxşıdır. Əkizlər bürcü. Dərhal xüsusilə vacib bir şeyi götürün. Və mümkün çətinliklərin sizi qorxutmasına imkan verməyin. Günün ilk yarısında əkizlərin əksəriyyəti ilhamlanmış və güclənmiş hiss edəcəklər. Çoxdandır həll etmədiyiniz bir çox vacib məsələləri həll edə biləcəksiniz. İstənilən şəxslə asanlıqla razılığa gələcəksiniz və köhnə rəqiblərinizi öz tərəfinizdə qazanacaqsınız. Heç nəyi sonraya qoymamalısınız. Axşama doğru emosiyaların öhdəsindən gəlmək çətin olacaq və həmişə özünüzü idarə edə bilməyəcəksiniz. Bununla belə, bu ciddi münaqişələrə gəlməyəcək və sevdiyiniz insanın dəstəyi yığılmış qıcıqlanmanın öhdəsindən gəlməyə kömək edəcək. Xərçəng bürcü. Yaxşı fürsəti görmək və tez hərəkət etmək üçün diqqətli olun, əks halda onu əldən verəcəksiniz. Gün uğurlu olacaq, lakin şübhələri bir kənara atıb intuisiyanızın dediyi kimi hərəkət etmək bacarığınızdan çox şey asılı olacaq. Qarşınızda əlverişli perspektivlər açılacaq, bundan istifadə etmək vacibdir. Bir çox xərçənglər gələcəkdə böyük qazanc gətirəcək iş ortaqları ilə əlaqələr quracaqlar. Böyük, birdəfəlik olsa da maliyyə qəbzləri mümkündür. Əvvəllər sizi narahat edən problemləri necə həll edəcəyiniz aydın olacaq. Bu, təkcə işə deyil, şəxsi həyatınıza da aiddir. Siz düzgün sözləri tapa, dost münasibət saxlaya və hər şeyi gözlədiyinizdən daha tez və asan başa düşə biləcəksiniz. Şir bürcü. Gün çətinliksiz keçməyəcək, amma şübhəsiz ki, onların öhdəsindən gələcəksiniz və kifayət qədər tez. Bir çox şir bürcü enerji ilə dolu, pozitiv və istənilən vəziyyətdə yaxşı tərəfləri görməyi bacaracaq. Hər şeyin öhdəsindən tək gəlmək məcburiyyətində qalmayacaqsınız, sübut edilmiş müttəfiqlər ən darıxdırıcı və yorucu vəzifələri öz üzərinə götürəcəklər. Ola bilsin ki, eyni zamanda iş və məişət problemlərini həll etməli olacaqsınız. Ancaq bu sizin üçün ağır olmayacaq. Natiqliyiniz görünməmiş zirvələrə çatacaq, ona görə də gün vacib məsələlərin müzakirəsi üçün mükəmməldir. Faydalı əlaqələr qurmaq və tezliklə həyatınızda mühüm rol oynayacaq insanlarla tanış olmaq şansınız olacaq. Qız bürcü. Maraqlı bir şey düşündünmü? Onun həyata keçirilməsini təxirə salmayın. Bugün nəinki orijinal ideyalarınız, həm də onları tez bir zamanda həyata keçirmək imkanınız olacaq. Bunda bir çox qız bürcünün həmkarlarının dəstəyinə ehtiyacı olacaq ki, bu da çox çəkməyəcək. İlk dəfə qarşılaşsanız belə mürəkkəb məsələləri başa düşmək əla olacaq. Eyni zamanda gələcək işinizdə sizə faydalı olacaq bir şey öyrənə biləcəksiniz. Günün ikinci yarısı ən xoş sürprizlər gətirə bilməz. Bəzi bədbəxt hadisələrə görə planlarınız ləğv edilməli olacaq. Sevdiklərinizdən pis əhval-ruhiyyənizi çıxarmamağa çalışın, mənfi emosiyaların öhdəsindən gəlməyə kömək edəcək onların dəstəyidir. Tərəzi bürcü. Dəstəyindən istifadə edə biləcəyiniz insanlarla vacib bir şeyi müzakirə etməyin vaxtıdır. Bununla belə, söhbət qeyri-rəsmi şəraitdə ən yaxşı şəkildə aparılacaq, çünki ümumi dil tapmaq və həm söhbəti qazanmaq daha asan olacaq. Bir çox tərəzi yaxınlarının problemlərinin həllində iştirak etməli olacaq və bu, onlarla münasibətlərinə ən faydalı təsirini göstərəcək.
Cəsarətli və orijinal ideyaları həyata keçirə biləcəksiniz. Ancaq bütün tərəzilər emosiyaların öhdəsindən gəlməyi və impulsiv hərəkətlərdən çəkinməyi asan tapmayacaqlar. Günün sonu üçün xüsusilə ciddi və ya əsaslı yeni bir şey planlaşdırmamalısınız, başladığınız işi bitirib yaxşı dincəlmək daha ağıllı olardı. Əqrəb bürcü. Hər şeyi başqalarından yaxşı bildiyinizi düşünməyin. Həddindən artıq özünə inam sizə qəddar zarafat edə bilər və bir çox vacib münasibətləri korlaya bilər. Əksər əqrəblər öz başlarına gələ biləcəkləri məsələlərə diqqət yetirməlidirlər. Başqaları ilə razılığa gəlmək həmişəkindən daha çətin olacaq. Həmişə yaxşı anlaşdığınız insanlarla belə ümumi dil tapa bilməyəcəyiniz ehtimalı azdır. Yaxınlarınızla mübahisə etməkdən çəkinin, əks halda ciddi münaqişələr qaçılmazdır. Nəyin bahasına olursa olsun öz yolunuzda israr etməyə çalışmayın, həmişə haqlı olmayacaqsınız. Ox atan bürcü. Uzun müddətdir ki, möhtəşəm bir şey etmək barədə düşünürsünüzsə, planlardan hərəkətlərə keçməyin vaxtıdır. Dürüstlük və birbaşalıq digər insanları qazanmağa və onların dəstəyini almağa kömək edəcəkdir. Bir çox ox atanlar qeyri-adi enerjili olacaqlar və başqalarını şücaətlərə ruhlandıra biləcəklər. Kifayət qədər səylə gələcək uğur üçün möhkəm zəmin yaratmaq mümkün olacaq. Günün ikinci yarısı birinci kimi uğurlu olmayacaq, ona görə də özünüzdən çox şey tələb etməyin. Acınızı sevdiyiniz və ya yaxın dostunuzla bölüşsəniz, məyusluğun öhdəsindən gəlmək daha asan olacaq. Oğlaq bürcü. Özünüzü əlinizdə saxlayın və bu çətin gündə belə xoşbəxt olacaqsınız. Ətrafınızdakı insanlar sizi xırda şeylərlə yayındıracaqlar, ancaq ulduzlar sizi həqiqətən vacib işlərdə dəstəklədikdə cəfəngiyyatdan narahat olmamalısınız. Əsas məsələlərə diqqət yetirin, bu təsirli nəticələr əldə etməyə kömək edəcək. Ən yaxşısı öz gücünə güvənməkdir. Ətrafınızdakı insanlar sizə kömək etməkdən imtina etməyəcəklər, lakin onların enerjisini düzgün istiqamətə yönəltmək həmişə mümkün olmayacaq. Bir çox oğlaqların iş sferasında qeyri-adi əlverişli perspektivləri olacaq. Peşəkar uğur və maliyyə artımına nail olmaqda sizə kömək edəcək yeni tərəfdaşlar və nüfuzlu himayədarlar peyda olacaqlar. Dolça bürcü. Cəsarət və inam hər hansı bir çətinliyin öhdəsindən gəlməyə kömək edəcək, ancaq onları dərhal tapa bilməyəcəksiniz. Günün əvvəlində dolçaların çoxu diqqətlərini işgüzar işlərə cəmləməkdə çətinlik çəkəcəklər. Hər bir addımı nəzərdən keçirməyə və ünsiyyət tərzinizi izləməyə dəyər, əks halda başqaları ilə münaqişələr və anlaşılmazlıqlar qaçılmazdır. Xırda şeylərə görə əsəbləşməyin və cəfəngiyyatdan yayınmayın, onda bir çox vacib şeyi yenidən edə biləcəksiniz. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Bütün planlaşdırılan işləri uğurla yerinə yetirəcək, itirilmiş vaxtı kompensasiya edəcək və səhvləri düzəldəcəksiniz. Axşam romantik görüş üçün idealdır. Balıqlar bürcü. Narahat olmaq məcburiyyətində qalacaqsınız, lakin gün ərzində çoxlu xoş anlar da olacaq. Eyni zamanda iş tapşırıqları ilə məşğul olmalı və qohumların problemlərini həll etməli olacaqsınız. Bu asan olmayacaq, ancaq boş mübahisələrdən yayınmasanız və təsir edə bilməyəcəyiniz şeylərdən narahat olmasanız, hər şeyin öhdəsindən gələcəksiniz. Əksər balıqlar vacib qərarlar qəbul etməməkdən daha yaxşıdır, çünki onlar həmişə mümkün nəticələri qiymətləndirə bilməyəcəklər. Günün sonuna qədər gücünüzü toplaya, başladığınız hər şeyi başa çatdıra və özünüzü ən yaxşı tərəfdən göstərə biləcəksiniz. Axşam uzun müddətdir vaxt tapmadığınız xoş fəaliyyətlərə həsr olunmalıdır.